Ölkədə nəqliyyat sahəsində geniş miqyaslı islahatlar aparılır. Gəncə şəhərində taksi xidməti sahəsində vəziyyət nə yerdədir? İkinci böyük şəhərimizdə bugün taksi xidmətində avtomobillərin vəziyyəti, sürücülərin göstərdiyi xidmət səviyyəsi, sərnişin məmnunluğu ürək açandımı? Ətraflı sujetdən. Paytaxtda taksi fəaliyyəti ilə bağlı şikayətlər artdığından bu sahədə tənzimləmələrin həyata keçirilməsinə, qanunda dəyişiklik edilməsinə ehtiyac yarandı. Bu sahədə aparılan islahatlar taksi fəaliyyətində xeyli irəliləyişlərə səbəb oldu. Bəs Gəncədə bu sahədə vəziyyət necədir? Taksi xidməti belədir ki, kim ada var, kim ada gedir. Bu kasıb adam üçün sərvəlidir. O taksilərdə razıyam. Amma o birlər azıcıq düzüldündü. Şirkət maşını deyil də. 5 manada. Qiymətlər normaldır belə, amma biraz cana məsafədə o firma taksiləri pulu biraz çox alırlar. Tək taksiyə aid deyil bu, avtobuslarımız da pis vəziyyətdədir. Nəqliyyat Gəncədə sıfırdır. Gəncədə taksi fəaliyyəti göstərən kifayət qədər nasaz avtomobillər görmək mümkündür. Sərnişinlər xidmətdən narazılıq etdiyi kimi, sürücülər də gediş haqqının ucuz olmasından gileylənirlər. Təlimə getdik, imtahan verdik, sonra imtahandan keçdik, sertifikat verdilər. Bir sürücü kimi sizi qane edən tərəflərindəndir bu fəaliyyətdə etməyən. Nə istəyirsiniz daha yaxşı olsun? Məsəl üçün, bu şirkət çox aşağı qiymətdir, o xeyir eləmir. Belə burada durmaqda imkan vermirlər. Allah'ın bugünkü gündən şükür bir tərəz dolanırıq, dolanışığımız biraz az da olsa var. Biz şimdi burada durup biz bir adam aparan, onlar gəlirlər buradan klienti aparırlar. Normaldir da pis deyilik. Pis olsa işləyərlərmi? Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional İdarəsinin müdiri Müzadil Həsənov deyir ki, Gəncədə də xidmət keyfiyyətinin və təhlükəsizliyin artırılması üçün qanunvericiliyin tələblərinə əməl olunmalıdır. Sürücülər xüsusilə avtomobillərin istismar müddəti ilə bağlı tələbləri yerinə yetirməlidirlər. Qanunvericiliyə uyğun olaraq 8 ildən, yəni istehsal tarixindən 8 ildən çox olmayan nəqliyyat vasitələri fəaliyyət göstərə bilərlər. Bunlar müvafiq olaraq buraxılış vəsiqəsi və avtomobil üçün buraxılış kartı təmin etməlidirlər və sürücülər də o xüsusi təlimlərdən keçməlidirlər, həm narkoloji testlərdən keçməlidirlər və müvafiq tibbi müayinədən keçərək, həm texniki müayinənin müqavilələri, tibbi müayinə müqavilələri olmalıdır. Bu işin keyfiyyətin, fəaliyyətin keyfiyyətin daha yüksək olması üçün nəzərdə tutulub. Gəncədə bugün 800-dən artıq sürücü sertifikasiyadan keçib. Daha 100 nəfərin isə bayram tətillərindən sonra bu prosesə cəlb olunacağı gözlənilir.